Salam əziz şagirdlər, biz sizinlə bu gün 3 mart tarixində keçirilmiş imtahan suallarına baxacağıq. Deməli, kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin A və ya B sırasından olması hadisəsinin ehtimalını tapın. Burada A və ya B dediyi üçün biz ayrı-ayrı hadisələrin ehtimalını tapıb toplayacağıq. Deməli, ilk öncə biz ümumi hadisələri taparkən bilet alınmış yerləri saymırıq, yəni boş yerləri sayırıq. Burada saysaq 25 boş yer var. A hadisəsinin ehtimalı 25-də 8, yəni A hissəsinə 8 boş yer var. Üstə gəlsin, B hadisəsinin ehtimalı 25-də 5-dir. Bərabərdir 25-də 13. Deməli, bizim cavabımız 25-də 13-dür. Yəni E variantı. Keçək ikinci suala. A-ın ədədi silsiləsində A4 plus A5 plus A6 bərabərdir 27 olarsa A5-i tapın. Birinci biz ədədi silsilənin üstünü yazaq. A-n bərabərdir A1 plus n çıxılsın 1D. Buna əsasən bir-bir yazsaq. A4-ün yerinə yazıram A1 plus 3D. A5-in yerinə yazıram A1 plus 4-dir. A6-nın yerinə yazıram A1 plus 5-dir. Üstə gəlsin. A1 üstə gəlsin 5-dir. Bərabərdir 27-yə. Deməli, biz burada baxırıq ki, 3A1 plus 12D bərabərdir 27-yə. Hər tərəfi 3-ə bölsək, A1 plus 4D bərabərdir 27-yə. Daha doğrusu 9-a. A1 plus 4D özü ilə A5-i verdiyi üçün A5 bərabərdir 9-a. Deməli, bizim cavabımız olacaq 9. Yəni D variantı. Üçüncü sualda. Bu ifadənin qiymətini hesablayarkən ilk öncə biz mötərizənin içini hesablayırıq. -6-da 5 üstə gəlsin. 3-də 2-nin yerinə 6-da 4 yazacağım. Bərabərdir -6-da 1-ə. Və mən bu kəsri düzgün olmayan kəsrə keçirəm. 12-də 17 bölünsün. -6-da 1. Deməli, bölmə işarəsi olarkən birinci kəsir olduğu kimi qalır, ikinci kəsir isə tərsinə çevrilir və vurulur. Vurulsun -6 bərabərdir -8/5. Deməli, bizim cavabımız -8/5-dir. Yəni D variantı. Dördüncü sual. Müstəvidən 6 desimetr məsafədə olan nöqtədən bu müstəviyə uzunluğu 12 desimetr olan mail çəkilmişdir. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağı tapın. Gəlin bir müstəvi çəkək. Hər hansı bir müstəvi istənilən A nöqtəsi götürək. Bu A nöqtəsindən müstəviyə qədər olan məsafə elə bunun hündürlüyü deməkdir. Deməli, bizim hündürlüyümüz 6 desimetrdir. Mailimiz isə 12 desimetrdir. Mailin müstəvi ilə əmələ gətirdiyi bucaq bu bucaqdır. Deməli, bu bucaq 30 dərəcəyə bərabərdir. Yəni, 30 dərəcənin qarşısındakı katet hipotenusun yarısıdır. Bura 30 dərəcədir. Deməli, bizim burada cavabımız olur C variantı. Sonra 5-ci sual. 5-ci sualda biz bu tənliyi həll edərkən ilk öncə tənliyi onun əmsalını, yəni 2-yə böləcəyik. Kosinus pi böl 2 çıxılsın x bərabərdir kökdə 3 bölünsün 2-yə. Biz burada pi böl 2, yəni 90 dərəcə görürük. 90 dərəcədə ad dəyişmə baş verdiyi üçün sinusa keçəcək və pi böl 2 çıxılsın x birinci rübə düşdüyündən, birinci rübdə də kosinus müsbət olduğundan heç bir dəyişiklik baş verməyəcək. Yəni, heç bir işarə dəyişikliyi baş verməyəcək. Sinus x bərabərdir kökdə 3 bölünsün 2 olacaq. Sinus x kökdə 3 bölünsün 2-ni 60 dərəcədə alır. Bunu radian şəklində pi böl 3 kimi də yaza bilərik. Bu tənliyi həll edərkən ilk öncə sizə sinus x-in sadə trigonometrik tənliyinin formasını yazım. X bərabərdir -1/k arc sinus A plus pi k.
Cavabımız olur x bərabərdir -1 üstü k. Yəni biz buraya yazacağıq aksinus kökdə 3 bölünsün 2-ni. Mən aksinus kökdə 3 bölünsün 2-ni pi bölü 3 kimi yazım. Plus pi k. Deməli bizim cavabımız -1 üstü k vurulsun pi bölü 3 plus pi k-dır. Yəni A variantı. Keçək 6-cı suala. Bizdə çevrənin apsis oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını soruşur. Çevrənin apsis oxu ilə kəsişmə nöqtəsi deyirsə, deməli bizim y-imiz 0-a bərabərdir. Y 0 olduqda x kvadrat plus 4-ün kvadratı, yəni 16 bərabərdir 25-ə. X kvadratımız bərabərdir 9-a, x bərabərdir plus minus 3-ə. Deməli bizim cavabımız olacaq müsbət 3 0 nöqtəsi və -3 0 nöqtəsi. O da olur D variantı. Keçək 7-ci suala. Taxıl üyüdüldükdə təkisinin 90% qədər un alınır. Nə qədər taxıl üyütmək lazımdır ki, 1260 kiloqram un alınsın? Deməli, 90% 1260 kiloqramdır. 90% 1260 kiloqramdır. 100% isə olacaq x kiloqram. X-imiz də bərabərdir. 1260-ı vururuq 100-ə, bölürük 90-a. Burada qalır 14. Deməli bizim cavabımız olur 1400 kiloqram. Yəni A variantı. Keçək 8-ci suala. 8-ci sualda bərabərsizliyin neçə natural həlli var deyirsə, 46-dan 36-nı çıxacağıq, bərabərdir 10. Və yaxud bunu bir-bir yoxlaya da bilərsiniz. 9-cu sualda radianın ölçüsünü olan bucağın dərəcə ölçüsünü tapın. Deməli, burada pi 180 dərəcədir. -3 vurulsun. 180 bölünsün 5. 180-i 5-ə böləndə eləyir 36. Bu da bərabərdir -108-ə. Deməli, bizim cavabımız olur D variantı. Keçək 10-cu suala. 10-cu sualda bizdən bu ifadəni sadələşdirməyimizi istəyir. Bu ifadədə surətdəki 8 ilə məxrəcdəki 8 ixtisar gedəcək. B kubu ilə B kvadratı getdikdə burada bir B qalır. A kubu ilə A kvadratı getdikdə burada bir A qalır. Deməli, bizim cavabımız A vurulsun B-dir. Yəni B variantı. Keçək 11-ci suala. 3 üstü 4 plus x bərabərdir 9 tənliyini həll edin. Deməli yazırıq 3 üstü 4 plus x bərabərdir 3 üstü 2-yə. Deməli bizdə 4 plus x bərabərdir 2-yə. X bərabərdir -2-yə. Deməli bizim cavabımız olur C variantı. 12-ci sualda. Üçbucaqda A 12 cm, alfa 30 dərəcə, beta 60 dərəcə olarsa B-ni tapın. Deməli A 12 cm-dir, alfa 30, beta 60, B-ni soruşur. Deməli biz bunu sinuslar teoremi ilə yazacağıq. Sinuslar teoremi bu şəkildədir. A bölünsün sinus alfa bərabərdir B bölünsün sinus betaya. Deməli bizim A-mız 12-dir. 12 bölünsün sinus 30 bərabərdir B bölünsün sinus 60. 12 bölünsün sinus 30'u 2-də 1'dir. Bərabərdir B bölünsün sinus 60-da kökdə 3 bölünsün 2-dir. Deməli, buradan B bərabərdir 12 kökdə 3 olur. Cavabımız olur B variantı, yəni 12 kökdə 3. Sonra 13-cü sualda hündürlüyü 4 cm, orta xətti 13 cm olan trapesiyan sahəsini tapın. Trapesiyan sahə düsturu S bərabərdir A plus B bölü 2 vurulsun H şəklindədir. Burada A plus B bölü 2 elə orta xəttin özü olduğundan, deməli S bərabərdir orta xətt vurulsun H olacaq. Buradan da olur ki, S bərabərdir orta xəttimiz 13-dür.
Hündürlüyümüz 4 bərabərdir 52 kvadrat santimetr. Cavabımız olur Y variantı. 14-cü sualda 3 LC5 plus 2də 1 LC64 ifadəsinin qiymətini tapın. Deməli, biz burada yazacağıq ki, LC 5/3, yəni əmsal 5-in qüvvətinə gedir. Plus 64/2də 1. O da bərabərdir. LC 125 üstə gəlsin LG 8. Deməli, biz bunu toplama varsa arada, biz bunu vurmalıyıq. Yəni, LC 125 vurulsun 8-dir. LC loqaritma 10 əsasdan demək. Deməli, biz yazalım. Loqaritma 10 əsasdan 125 vurulsun 8. O da bərabərdir. Loqaritma 10 əsasdan 1000. Bu da eləyir. Cavabımız 3. Deməli, bizim burada cavabımız oldu 3. Sonra 15-ci sualda. Biz bu ifadəni yazarkən ilk öncə deyim ki, i kvadratı bərabərdir -1-ə. Deməli, z kvadratı plus 9-u vurğularına ayırsaq, yazaraq ki, z kvadratı çıxılsın 3i vurulsun z çıxılsın plus 3i bölünsün z minus 3i bərabərdir 3 üstə gəlsin 5i. Deməli, burada z çıxılsın 3i ixtisar edəcək. Z üstə gəlsin 3i bərabərdir 3 üstə gəlsin 5i. Z bərabərdir 3 üstə gəlsin 2i. Deməli, bizim cavabımız olacaq 2. Çünki bizdən xəyali hissəni soruşur. Deməli, keçək 16-cı suala. 16-cı sualda perimetri 156 və daxili bucaqlarının cəmi 1800 olan düzgün çoxbucaqlının tərəfinin uzunluğunu soruşur. Deməli, çoxbucaqlının daxili bucaqlarının cəmi düsturu 180 vurulsun n-2 şəklindədir. Deməli, biz yazacağıq ki, 180 vurulsun n-2 bərabərdir 1800-ə. n-2 bərabərdir 10-a, n bərabərdir 12-yə. Deməli, bizim çoxbucaqlımız 12 bucaqlıdır. Perimetri taparkən biz 12-ni vuracağıq tərəfin uzunluğuna, yəni tərəfin uzunluğunu bilmirik x-ə, bərabər olacaq 156-ya. Deməli, x-imiz də olur 13. Deməli, bizim çoxbucaqlımızın tərəfin uzunluğu 13-dür. Keçək 17-ci suala. 17-ci sualda A və B sonlu çoxluqları üçün NA bərabərdir 5 vurulsun NB. NA minus B bərabərdir 26-ya. Kəsişmə 4 olarsa birləşməni soruşur. Deməli, bura olsun A, bura da olsun B. Bizə deyir ki, NA minus B bərabərdir 26-ya. Deməli, bura 26-dır. Kəsişməmiz 4-dür. Bizə şərtdə verib ki, NA bərabərdir 5NB-yə. Biz bu şəkildə görürük ki, NA-miz 30-a bərabərdir. Yəni, 30 bərabərdir 5 vurulsun NB-yə. Buradan da alırıq ki, NB bərabərdir 6-ya. Deməli, NB-miz 6, kəsişməmiz 4-dürsə, buramız olacaq 2. Yəni, biz birləşməni taparkən 26 plus 4 plus 2. Bunların hamısını toplayırıq. Yəni, bizim cavabımız olur 32. Keçək 18-ci sual. 18-ci sualda bizdən bu ifadənin qiymətini tapmağımız soruşulur. Biz bu ifadənin qiymətini taparkən bunun hamısını bir kökün altına salacağıq. 7-ci dərəcədən kök altda və x minus 4 üstü 5, yəni digər kökün altında da görürük ki, x minus 4 üstü 2. Yəni bunlar da vurularkən üstlər toplanır. Yəni x minus 4 üstü yazacağıq 7 vurulsun. X minus 2 üstü 7. Burada bu 7 ilə bunlar gedəcək. Yəni burada olacaq x minus 4 vurulsun x minus 2. O da bərabərdir x kvadratı minus vurub atsaq 6x
plus 8-ə. Şərtdə də verib ki, bizə x kvadrat çıx 6x bərabərdir 1-ə. Yəni, buradan da alırıq ki, x kvadrat çıx 6x-in yerinə 1 yazsaq, üstə gəlsin 8 bərabərdir 9. Yəni, bizim cavabımız burada olur 9. Keçək 19-cu suala. 19-cu sualda bizdən ox kəsiyi kvadrat olan silindrin həcmi verilib. Yəni, bu da 54 pi-dir. Bunun hündürlüyünü soruşur. Ox kəsiyi kvadrat olan silindr isə, deməli, onun hündürlüyü bərabərdir 2-yə. Silindrin həcm düsturu isə V bərabərdir 2 pi RH-dır. Buraya yazırıq ki, 54 pi bərabərdir 2 R kubu pi. Pi'lər ixtisar gedir. Burada 2 də geçsə, R kubu bərabərdir olur 27. R bərabər olur 3-ə. Bizdən də hündürlüyü soruşduğu üçün H da bərabərdir 2R olduğu üçün hündürlüyümüz bərabərdir olur 6. Deməli, cavabımız olur 6. Deməli, baxaq 20-ci suala. 20-ci sualda bizdən turistlər iki məntəqə arasındakı məsafəni hər gün eyni qədər məsafə qət etməklə 18 günə getməli idilər. Lakin onlar hər gün nəzərdə tutulandan 2 kilometr çox gedərək bu məsafəni 15 günə qət etdilər. Məntəqələr arasındakı məsafəni tapın deyir. Deməli, tutalım ki, bizə A və B məntəqəsi verilib. Bunlar arasındakı məsafə x kilometrdir. Hər günsə turistlər y kilometr qədər məsafə qət etməli idilər. Yəni, deməli, x kilometr bərabərdir 18 vurulsun y. Deyir, ancaq yəni, turistlər hər gün 2 kilometr çox qət ediblər. Yəni, x bərabərdir 15 vurulsun y plus 2 olacaq. Burada bunları bir-birinə bərabər yazsaq, 18y bərabərdir 15y plus 30-a. 3y bərabərdir 30-a, y bərabərdir 10-a. Deməli, turistlər hər gün 10 kilometr məsafə qət etməli idilər. İki məntəqə arasında məsafədə x idi. X bərabərdir 18 vurulsun 10. O da bərabərdir 180-ə. Deməli, iki məntəqə arasındakı məsafə 180 kilometrə bərabərdir. Cavabımız olur 180 kilometr. Keçək 21-ci suala. 21-ci sualda bir qutunun üzərində 2 qırmızı, 4 sarı qovluq qoyulmuşdur. Qutu ilə bu qovluqlarla birlikdə hündürlüyü 68 santimetrdir. Qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığının 2 mislindən 2 santimetr böyük, qutunun hündürlüyü bütün qovluqların qalınlıqları cəmindən 12 santimetr çox olarsa qutunun hündürlüyünü tapın. Yəni, biz gəlin sarı qutunun hündürlüyünə, yəni qalınlığına bir x deyək. Sarı olsun x. O zaman qırmızı olacaq 2 mislindən 2 vaid böyük, yəni 2x plus 2. Qutunun da hündürlüyü deyir. Bütün qovluqların qalınlıqlarından 12 cm çoxdur. Yəni, bütün qovluqlar deyəndə sarıdan 4 dənədir. Yəni, 4x üstə gəlirsin. Qırmızıdan 2 dənədir. 2-ni vursaq 2x plus 2-yə 4x plus 4 plus 12 bərabər eləyir 8x plus 16. Deməli, qutunun hündürlüyü də bu qədərdir. Bizə ümumi hündürlüyü də verib 68. Deməli, yazırıq ki, 4 sarı qutu olduğundan 4x plus 2 qırmızı qutu olduğundan 4x plus 4 plus qutunu da tapdıq ki, 8x plus 16-dır. Bərabərdir 68-ə. Deməli, yazırıq ki, 16x plus 20 bərabərdir 68-ə. Buradan olur x bərabərdir 3-ə. X-imiz 3 olur. Bizdən isə qutunun hündürlüyünü soruşur. Qutunun hündürlüyünü də tapmışdıq ki, 8x plus 16-dır. 8 deməli x-in yerinə yazırıq 3, olur 24 plus 16. Yəni 40. Bizim qutumuzun hündürlüyü 40 santimetrə bərabərdir. Cavabımız olacaq 40 santimetr. 40. Keçək 22-ci suala. 22-ci sualda fx və gx funksiyaları cüt, px və qx funksiyaları tək funksiyalardır. Yəni, cüt funksiyalar olanda f mənfi 3-dürsə, yəni f5 də 3 olacaq. Heç bir işarə dəyişikliyi baş verməyəcək. Amma tək funksiya olanda
işarə dəyişikliyi baş verəcək. Baxaq misalımıza. Bizə şərtdə verib f-5 3. Misalda verib f5. Yəni bu cüt funksiya olduğundan 3 olaraq da qalır. Heç bir dəyişiklik baş vermir. 3 vurulsun. J funksiyamız da cüt funksiya olduğundan burada da heç bir dəyişiklik baş verməyəcək. 3 vurulsun 8 plus P funksiyamız tək funksiya olduğundan və -4 şərtdə bizə 4'ü 3 verib. Misalda isə -4 istədiyindən burada işarə dəyişikliyi baş verəcək. Yəni P -4 olacaq -3 bölünsün. Q -2-ni -3 veribsə Q2 də olacaq 3. Çünki Q funksiyamız tək funksiyadır. Burada da bərabər olur. 24 çıxılsın 3 bölünsün 3 bərabərdir 7-yə. Deməli, bizim cavabımız olur 7. Deməli, keçək 23-cü sualı. 23-cü sualda A nöqtəsindən çevrəyə düzbucaq əmələ gətirən 2 toxunan çəkilmişdir. A nöqtəsindən çevrənin O mərkəzinə qədər məsafə 3/2 sm olarsa, çevrənin uzunluğunu tapın. A nöqtəsindən O mərkəzinə qədər məsafə 3/2-dir. Mən O nöqtəsindən çevrənin toxulanlarına, yəni M-ə və N-ə radius çəkəcəm. R. Bura olacaq düzbucaq, burada düzbucaq, burada düzbucaq. Deməli, burada bir kvadrat yaranır. Kvadratın da bütün tərəfləri bərabər olduğundan AM də R olacaq, AN də R olacaq. Biz burada görürük ki, burada bərabər yanlı düzbucaqlı üçbucaq yaranır. Məsələn, götürək AM, O üçbucağı. AM, O üçbucağında AM R'dir, MO R'dir, AO da 3/2'dir. Deməli, bərabər yanlı düzbucaqlı üçbucaqdır. Katetlər R-dəsə hipotenuz olacaq R/2. Yəni R/2 bərabər olacaq 3/2-yə. R də bərabərdir 3-ə. Bizdən də çevrənin uzunluğunu soruşduğundan, çevrənin uzunluq düsturu da 2 vurulsun, pi vurulsun, R olduğu üçün biz burada yazırıq 2 vurulsun, pi vurulsun 3. Yəni bizim çevrəmizin uzunluğu olur 6 pi. Cavabımız olur 6 pi. Keçək 24-cü suala. 24-cü sualda A və B prizmaları oxşar olarsa, A prizmasının hündürlüyünü tapın. Mən ilk öncə baxacağım B prizmasına. Deməli, prizmanın həcmi V bərabərdir S oturacaq vurulsun H düsturu ilə hesablanır. Deməli, bizə verilib B prizmasının həcmi 120 cm-dir və oturacağının hündürlüyü 2-yə bərabərdir. Biz S oturacağı tapsaq, prizmanın oturacağı üçbucaq olduğundan 2'də 1 vurulsun, B vurulsun H şəklində olacaq. Bizə də S oturacaq bərabərdir. 2'də 1 vurulsun, 2 vurulsun B. Yəni oturacağın sahəsini B ilə işarə edirik. Bizə də VB-ni, yəni B prizmasının həcmini 120 verib. 120 bərabərdir. S oturacağı tapdıq ki, B-dir. B vurulsun. Hündürlüyümüzü də B prizmasının hündürlüyünü də burada 10 verib. 10. Vurulsun 10. Deməli, B bərabər olacaq 12-yə. Bizim B prizmamızın oturacağının tərəfi olur 12 cm. Deməli, bunlar da oxşar prizmalar olduğundan oxşarlığa əsasən yazırıq ki, deməli, A prizması 6 cm-də oturacağının tərəfi 6 bölünsün. B prizmasının oturacağının tərəfi 12-dir, bərabərdir. A prizmasının hündürlüyünü bilmirik, H bölünsün. B prizmasının hündürlüyü 10-dur. Deməli, buradan biz H-ı alırıq ki, H bərabərdir 5-ə. A prizmasının hündürlüyü olur 5 cm. Deməli, bizim burada cavabımız olacaq 5 cm. 5. Keçək 25-ci suala. 25-ci sualda sahəsi 2x kvadrat plus 7x plus 3 düsturu ilə verilən düzbucaqlı formasında metal lövhədə sahəsi x kvadrat plus 7x plus 12 düsturu ilə verilən düzbucaqlı formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin enini x ilə ifadə edir. Deməli, mən burada bizə düzbucaqlı formasında bir metal lövhə verilib. Bir tərəfini verib x plus 3. Mən digər tərəfini tapmaq üçün çoxədin çoxədiyə bölünməsi üsulundan istifadə edəcəm. Buranı A veribsə, mən buraya yazım bir y. Yəni A plus y tapmaq üçün S2-ni böləcəm x plus 3-ə.
Yəni 2x kvadratı plus 7x plus 3-ü böləcəm x plus 3-ə. Bura yazım 2x. Burada çıxacaq 2x kvadratı plus 6x. Burada qalır x plus 3. X plus 3'ü də 1. Yəni 2x plus 1. Deməli, bizim a plus y-imiz bərabərdir 2x plus 1-ə. Bunu buradan silək. A plus y-imiz bərabərdir 2x plus 1-ə. Sonra mən y-i tapmaq üçün, yəni bura x plus 3-dürsə, bu tərəfimizdə x plus 3-dür. S1 metal lövhəsinin sahəsində əsasən x kvadratı plus 7x plus 12-ni böləcəm x plus 3-ə. Deməli, buraya yazırıq x çıxılsın x kvadratı plus 3x. Burada qalır 4x plus 12. Burada da x plus 4. Deməli, burada olur x plus 4. Yəni, y-imiz x plus 4-ə bərabərdir. Bu silindi buradan. Deməli, y-imiz bərabərdir x plus 4-ə. Bizdən də a-nı x-də əvəz etməyimiz soruşur. Yəni, a-nı x-də ifadə etməyimiz soruşulur. A-nı x-də ifadə etmək üçün a bərabərdir. A plus y-dən bura x plus 4 idi. A-nı x-də əvəz etmək üçün a plus y-dən y çıxacaq. Yəni 2x plus 1 çıxılsın x plus 4. Burada da yazırıq ki, a bərabərdir 2x plus 1 çıxılsın x çıxılsın 4. A-mız da bərabərdir x çıxılsın 3-ə. Deməli, bizim cavabımız olur x çıxılsın 3. Bu qədər.